Salam uşaqlar, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün sizlərlə birlikdə Pythonda Qızıl Qaydalar adlı video hazırlayıram. İnşallah ki, bu video sizlərə faydalı olar. Əsas məqsədimiz nədir? Bizim bugünə qədər Pythonda dərslərimizdə, onlayn dərslərimizdə Syllabus əsasında keçdiyimiz mövzular vardı ki, siyahılar, sətirlər, operatorlara dövr, şərt operatorları daxildir. Daha sonra try except konstruksiyası, yəni istinadlarla işləmək, lüğətlər, vektorlar və sair kimi mövzuları proqramlarımıza əsasən nə vaxt və harda istifadə edə biləcəyik, onlara aid bəzi nümunələrə baxacağıq və birlikdə işləyək. Birinci növbədə mən sizə belə deyək, burada məsələmizin şərtini qeyd edəcəm və çalışın ki, ilk olaraq videonu elə burada dayandırıb proqramı özünüz yazasınız. Daha sonra videoya baxasınız. Yəni elə etdiyiniz halda sizə daha da effektiv olar. Yəni videoda olan proqramları əzbərləməyin, mahiyyətini başa düşün. Bu sizə daha effektiv olacaq. İlk sualımız belədir və sadə bir sualla başlayırıq. Deyir ki, istifadəçidən n ədəd alınır. Bu ədədlərin cəmini tapın. Proqramımızın şərtinə baxsaq, istifadəçidən burada bəzi hərf səhvlərimizi düzəldək. Normaldır, çünki sürətli yazanda bəzən belə hallar ola bilər. Deməli, istifadəçidən n ədəd alınır. Məsəl üçün 5 ədəd alınır və həmin 5 ədədin bir-bir cəmlərini tapılır. Yəni, necə deyək? Deyək ki, ilk olaraq biz proqramın şərtinə uyğun plan xəttimizi, yəni alqoritmamızı qurmalıyıq. Ümumiyyətlə, özünüz bilirsiniz ki, proqramlaşdırmadan ilk etap alqoritmadan başlayır. Yəni, siz alqoritmanı bilmədiyiniz halda proqram qurmaq problem yaradacaq. Yəni, qısa həyatdan misal deyim. Siz çayın dəmlənmə yolunu öyrənmədiyiniz halda necə özünüzə çay hazırlaya bilərsiniz? Yəni, sadə bir həyatdan misal olaraq belə göstərə bilərəm. Yəni, biləsiniz ki, ilk olaraq hansı etapı etmək lazımdır. Sonra başlayacaqsınız təxəyyülünüzə uyğun onu həyata keçirməyə. Məsəl üçün, buradakı məsələni biz belə edək. N ədəd daxil edilir. Deyək ki, 5 veririk ilk olaraq. Enteri basmalıyıq. Artıq proqram 5 dənə ədəd olacağını avtomatik başa düşməlidir. Sonra ədədləri veririk. Deyək ki, 1, 2, 3, 4, 5 ədədlərini verirəm və Enterə toxunduğum halda proqram 1, 2, 3, 4, 5 ədədlərini və yaxud rəqəmlərini, fərqi yoxdur. İndi ümumi olaraq ədəd deyək. Çünki burada say hesab yoxdur. Neçə rəqəmli olması deyilməyib. Biz istənilən sayda rəqəmlər daxil edə bilərik. 1, 2, 3, 4, 5 dedik misal üçün və burada cavab yekun olaraq 15 verilməlidir. Belə bir proqramı bir neçə yolla qura bilərik. İlkin etapda klassik üsul necədir uşaqlar? Klassik üsul, birinci növbədə siz buradakı n ədədini daxil edəcəksiniz. Yəni, proqramın neçə dənə ədəd alacağını təyin etmək lazımdır. Deyirik integer input. Bu bizim ilk etapımızdır. İçərisini boşla buraxa bilərsiniz. Bunu heç bir problem yoxdur. Sadəcə terminal pəncərəsində boş ekran göstərəcək. İstəyirsinizsə hər hansı bir yazı, işarə olsun, n bərabərdir və yaxud n ədədini daxil edin. Hər hansı bir sözlə yaza bilərsiniz. Bu sizə qalıb. İstədiyiniz üsulda yazmaq olar. Sonra bizə baxın uşaqlar, nə lazımdır? Bu ədədlərin cəmini tapın. Ümumiyyətlə, yadınızda saxlayın ki, bir dəyişənin əgər toplama, çıxma, vurma, bölmə kimi əməllərdə istifadə edəcəksə, o dəyişəni proqramın əvvəlində çağırmalıyıq. Yəni, onun obyektini yaratmalıyıq. Belə desək, daha doğru olar. Onda bizə bir dənə cəm adlı dəyişən lazımdır. Özünüz məntiqlə düşünün. Bir ədədləri cəmləmək lazımdırsa, neçədən başlayacaq? Sıfırdan. Yəni, ilkin olaraq cəmə biz 0 qiyməti verək ki,
1, 2, 3, 4, 5 ədədlərini toplayanda bu sıfırdan toplanacaq və yenə 15 qiyməti olmuş olacaq. Buna görə cəm bərabərdir 0 adlı dəyişən təyin etdim. Sonra davamında for dövrü ilə gedə bilərik, while dövrü ilə gedə bilərik. Heç bir fərqi yoxdur. İkisini də quracağam. For dövründə müəyyən bir range aralığı var. Yəni həmin aralığa uyğun olaraq qiymətlər sıfırdan başlayır. Həmin qiymət daxil olmadan açıq intervalda göstərir. Məsələn, biz deyək buradan n, foreign range n və nəticədə n-in qiymətinə 5 desəz, i-nin qiyməti birinci etapda alacaq 0. Baxın, i-nin qiymətlərini yazıram. N-in qiymətinə 5 dediyiniz halda uşaqlar. I-nin qiyməti birinci alacaq 0. Sonra 1, 2, 3, 4. Və heç vaxt 5 qiymətini almır. Bunu yadınızda saxlayın. Hansı ədədə daxil etmişsinizsə, o ədəddən həmişə bir vahid azın götürüb i-yə verir. Və hər dövrdə i-nin qiyməti dəyişilir. Birinci dövrdə 0, ikinci dövrdə 1, üçüncü dövrdə 2, sonra 3, daha sonra isə 4 alınacaq. Və uşaqlar, burada biz nə etməliyik? Həmin qiymətləri, ədədləri elə i-yə ötürmüşük də, düzdürmü? I-yə ötürmüşük və i nədir? Burada sayac rolunu oynayır. Yəni 1 deyən, 0 deyəndə 0-cı ədəd nəzərdə tutulur. Təbii ki, range dövrünü əgər müəyyən bir qiymət qoymamışsa, aralıq qiymət qoymamışsa, başlanğıc olaraq o 0-dan başlayacaq. Bunu yadınızda saxlayın. Amma yaxşı olar ki, desəz ki, müəllim gəlin belə edək, biz 1-dən başlayacaq onda. Onda deyə bilərik ki, 1-dən başla n-ə qədər yox artıq. Çünki n özü nəzərə alınmır. 1-dən başla n plus 1-ə qədər. Baxın, belə də yaza bilərik bu proqramı. Heç bir fərqi yoxdur. Deyərik ki, 1-dən başla n plus 1-ə qədər. Nəticədə, indi i-nin qiyməti alınmalıdır 1 uşaqlar. Çünki 1-dən başlayırıq. Onda biz buranı silərik. i-nin qiyməti 1. Və modifikasiyalı dövrlərdə belə keçmişdik ki, sağ tərəf, ən sağ tərəf, baxın bura sayacdır. Yəni neçə yedirik? 2-2 addımdan, 3-3 addımdan və s. Bura normalda bir yazsaz da səhv deyil, amma məntiqsizdir. Lazım deyil. Çünki niyə? Başlanğıc qiymət həmişə solda olur. Deməli biz 1-dən başlayırıq. Ortada olan qiymət neçəyə qədər gedəcəksən? Yəni n plus 1-ə qədər gedəcəksən. Deməli n qapalı intervaldır, n plus 1 isə açıq intervaldır ki, riyaziyyatda intervallarla siz işləmisiniz. Açıq interval, yəni ədədin özü daxil deyil, qapalı interval isə həmin ədəd də daxildir. n plus 1-ə qədər, əgər sağ tərəfə boş buraxsaq, həmin o sayac dediyimiz hissə var uşaqlar. Onu boş buraxsaq, gəlin bir dənə qeyd edeyim, silinməsin, n plus 1. Buranı boş buraxsaq, yəni müəyyən bir qiymət yazmasaq, bu yenə 1-1 oxuyacaq. Yəni həmişə i-nin qiyməti hər dövrdə 1 vaid artacaq. Beləliklə 1-dən başlayacaq n plus 1-ə qədər. N-in qiymətini 5 demişdik. Baxın, 1-dən başlayacaq. 1 vaid artırıldı, gələn dövrdə 2. 1 vaid artırıldı 3, 1 vaid artırıldı 4. N plus 1-ə qədər dedim. Yəni n-in qiyməti elə bu 5 idi də. Və n plus 1 nə deməkdir? 5 üstə gəl 1, 6. Deməli 6 daxil deyil, amma 5 daxildir. Deməli 5 də daxildir. Həqiqətən i dediyimiz bu sayac, foreign range dövründəki sayacımız elə 5 dənə qiyməti bizim üçün çağırmadı mı? 1, 2, 3, 4, 5. Və 5 dəfə dövr davam eləyir bununla. İndi hər dövrə girəndə mən yeni bir ədəd verməliyəm. Yəni birinci ədəd, ikinci ədəd, üçüncü ədəd, dördüncü ədəd, beşinci ədəd. Sonra da ədədləri cəmləməliyəm. Yazarıq belə. Ədəd bərabərdir, integer input. Belə də yaza bilərsiniz. Input. Bir də sonra nə olacaq? Cəm plus bərabərdir ədəd. Belə də yaza bilərik. Və yaxud belə etmək istəmirsinizsə, yəni ədəd adlı dəyişən yaratmaq istəmirsinizsə, heç bir problem deyil. Problemi yoxdur. Cəm plus bərabərdir integer input. Bu formada da vermək olar. Və beləliklə hər dəfə daxil edəcəyiniz integer tipində ədəd cəm adlı dəyişəndən toplanacaq. Və beləliklə dövrdən çıxanda da cəmin qiyməti neçədirsə, bizə də ekranda onu verməlidir. Print deyərik cəm. Run edək. N-in qiymətini istəyir. N-in qiyməti olsun uşaqlar 5. Yəni 5 dənə ədəd verəcəm. Birinci ədəd görürsünüz istəyir bizdən. 2 deyirəm birinci ədədimiz. İkinci ədədimiz 3. Sonra 4, 5 və 6. Beləliklə cavab verdi 20. Həqiqətən 2 üstə 3, üstə gəl 4, üstə gəl 5 və üstə gəl 6 20-yə bərabərdir.
Gördüyünüz kimi bizim proqramımız səhvsiz şəkildə işlədi. Bu klassik üsuldur. Yəni ilkin etapda yazacağımız üsullardan biridir. İndi bu sadə misal üzərində mən sizə izah edim ki, başqa hansı vəziyyətlər yarana bilər və onların qarşısını necə almaq olar uşaqlar. Buna baxmaq lazımdır. Məsəl üçün, try except konstruksiyası keçmişdik biz canlı onlayn dərslərimizdə. Bu arada qeyd edeyim ki, onlayn dərslərə də qeydiyyat hələ də davam edir. Kimlər qoşulmaq istəyirsə 10 və 11-ci siniflər buyurub əlaqə saxlaya bilərlər. Mobil nömrəm 055 821 09 74-dür. Ekranda da qeyd edirəm. 055 821 09 74. Bu formada WhatsApp-dan yazın, zəng etməyin. Çünki bəzən zənglərə cavab verməyə bilirəm. WhatsApp-dan yazın, ətraflı məlumat verəcəm sizə. Deməli uşaqlar, try except konstruksiyası nədir? Qısaca deyim, müəyyən istisnalar var. Nə kimi istisnalar? Baxın, run eləyirəm bu proqramı, görürsünüzmü? Hətta ekranı təmizləyim, daha yaxşı görəsiniz. Run edirəm. N-ə 5 deyirəm. İndi birinci ədədə A deyirəm. A deyə bir ədəd yoxdur axı uşaqlar. Baxın, avtomatik bizə nə verəcək? Value error. Value error müəyyən tiplərin toplanması zamanı uyğunsuzluq olan xəta növüdür. Yəni value error biz A ədədi ilə 0-ı toplaya bilmərik. 0 çünki integerdir, A isə nə idi? Hərfdir, yəni sətirdir, stringdir. Stringdən biz integeri toplayanda value error xətası alacağıq. Bəs istəmirik xəta yazılsın burada. Value error yazılmasın və yaxud name error xətaları var, müəyyən növ xətalar var, value error, name error, type error və s. onlarca belə xətalar qarşımıza çıxa bilir. Bəs istəmirik bu xəta yazılsın. Onun yerinə hər hansısa bir xatırlatma versin bizə. Bu zaman bizim köməyimizə try except konstruksiyası gəlir. Baxın, necə edək? Bu bizim proqramımızdır. Düzdürmü uşaqlar? Proqramı hələ ki silmirəm. Çünki buradan birbaşa müqayisə halına gəlim ki, həm videonu geriyə hər dəfə verib yormayım sizi, həm də daha yaxşı belə gözünüzün qarşısında başa düşəsiniz. Try except konstruksiyasında iki hissə var. Try və except. Birinci növbədə try yazırıq. Try həmin daxil edəcəyiniz proqramdır. Proqramımız nədir? Biz cəm adlı dəyişən yaratdıq. Sonra n qədər ədəd verdik. Cəm adlı dəyişən yaratdıq. For in range dövr dedik 1-dən n plus 1-ə qədər və bunları topladıq. Düzdür uşaqlar? Bunu baxın, kopyalayıram. Elə adi bizim bayaq yazdığımız proqramımız idi. Qeyd edirəm bura. Try-ın gövdəsinə. Try-ın gövdəsinə. Burada for dövründə gövdəsini düzgün şəkildə qeyd etmək lazımdır, təbii ki. Sonra except hissəsinə keçid almaq lazımdır. Except hissəsinə. Amma tələsməyək, bizə bir dənə cəm lazımdır. Print bir də dövrdən çıxanda həmin ədədlərin cəmini demişdik. Onu da qeyd edək. Deməli uşaqlar, inşallah ki səsim yaxşı gəlir. Təmir işləri gedir, ona görə bəzən səslər ola bilir. Ona görə videonda biraz da tələsirəm çəkməyə. Üzrlü sayın bu arada. Buna görə. İnşallah ki problem olmaz. Daha yaxşı eşidərsiniz. Deməli, biz keçək except konstruksiyasına. Except konstruksiyasında uşaqlar iki forma var. Necədir? Birinci növbədə, əgər siz baş verə biləcək errorları, yəni xətaları az-çox bilirsinizsə, anlayırsınızsa, except'in içərisinə onu yaza bilərsiniz. Məsələn, burada hansı xəta ala bilərik? Value error və ya gördüyümüz kimi. Yəni, integer tipidir, ədəd verməliyəm, amma yerinə hərf verirəm. Bu nə olacaq? Except konstruksiyasında value error yaza bilərəm. Və yaxud yazmaya da bilərəm. 2 nöqtə qoyub except'in gövdəsində düşsəz, səhv deyil. Çünki niyə? Except'i bu halda yazdığımız şəkildə bizdə müəyyən bir errorla limitləmirik. Yəni demirəm ki, sən həmişə gedib value errora bax. Value errora araşdır. Bunu demirəm. Belə desəm, except value error, bu sadəcə value error olanda buradakı printi verəcək. Print məsəl üçün desin yanlış. Aydındır mı uşaqlar? Print yanlış. O deməkdir ki, mən value error yazsam, bu sadəcə value error olanda yanlış sözünü ekranda çapa verəcək. Aydındır mı? Bu formada. Deməli, biz
Başqa errorlar da ola bilər ki, indi söhbət tək bu proqramdan getmir. Elə proqramlar ola bilər ki, orada müəyyən ehtimallar var. 2-3 dənə, 4 dəfədə error ala bilərik, fərqli errorlar. Niyə də olmasın? Mümkündür. Və belə bir hal üçün heç value error deyil, except verə bilərik. Nəticədə hansı error növü alınsa, həmişə ekranda yanlış sözü çapa veriləcək. İndi gəlin yoxlayaq sizinlə bərabər. Run edirik. Proqramımız problemsiz şəkildə işləyəcək. Bir dəqiqə üzrlü sayın. Burada digər hissəni bağlamamışıq. Bunu bağlayaq. 2 dənə proqram eyni anda açıq ola bilməz. Təbii ki. Run edək. Gözləyək. Bir dəfə də yeniləyək ekranı. Aha, n bərabər. N bərabər deyir əzizlərim. Burada deyək 5 dənə ədəd verirəm. Ədədlərimiz 1, 2, 3, 4, 5. Problemsiz şəkildə 1-dən 5-ə qədər ədədlərin cəmi 15 çapa verildi. İndi belə edirəm. Diqqətlə baxın. 5 dənə ədəd verirəm. Birinci ədəd 1, ikinci ədəd 2, üçüncü ədəd A hərfi. Görürsünüzmü? Error yazılmadı. Demədi value error. Dedi ki, yanlış. Yəni siz əgər xatırlatma istəyirsinizsə, amma ekranda hər hansısa bir error verməsin, qırmızı xətalar verməsin və bəzən sonsuz dövrlərdə bu sizə çox kömək olacaq. Deyək ki, belə bir proqram yazılıb. Nə zaman stop yazsaz, proqram onda dayanmalıdır. Bu kimi əmrlər var. Adi robotların işləmə mexanizminə fikir verin uşaqlar. Məsələn, müəyyən robot təsəvvür eləyin. Normal gəzir, qaçır, müəyyən hərəkətlər edir, əməliyyatlar yerinə yetirir. O robota siz bir dənə səsli komanda verirsiniz. Stop və yaxud dayan. Avtomatik o robot nə edir? Dayanır. Deyək ki, elə bir proqramlaşdırmısınız o kodla. Nəticədə nə olacaq? Nə zaman sizin əmriniz stop olsa, robot işini dayandırır. Bunu adi Python'da da biz icra eləyə bilirik. Və belə sonsuz dövrlərdə müəyyən bir error olsun, value error, name error və s. onlarca error var təbii ki. Müəyyən bir error alınanda proqram avtomatik orada dayanacaq, kilitlənəcək. Amma biz ora except konstruksiyası qoysaq, proqram həmin halda olacaq xətanı əvəzinə yanlış və yaxud hər hansı bir söz yaza bilərsiniz. Deyə bilərsiniz ki, proqramda bir yanlışlıq var. Müəyyən bir cümlə də yaza bilərsiniz. Fərqi yoxdur. Onu yazacaq, amma dövr dayanmayacaq. Yenə davam edəcək. Burada sonsuz dövr falan yaratmamışam. While true yoxdur. Ona görə proqram yanlışı verəndən sonra avtomatik dayanır. Finish verir. Amma normal halda isə o finişi təbii ki vermir. O öz yerində uşaqlar. Deməli, burada try except haqqında qısaca yazdıq. Başqa nə formada yaza bilərsiniz bir proqramı? Deyək ki, uşaqlar, funksiya ilə yaza bilərəm, məsələn, bu proqramı. Funksiya dediyim, yəni alt proqramı nəzərdə tuturam. Alt proqram dediyimiz kimi iki hissədən ibarətdir. Def deyilən funksiya və bir də onun aşağısındakı proqram hissəsi. İndi həmin bizim n sayda ədədlərimizi cəmləyən proqramı alt proqramla yazaq. Mənə birinci nə lazımdır? Def deyim, funksiyanı qeyd edirəm. Deyim ki, cəm, ədədlərin cəmi, ədədlər, alt xətt cəmi adlı bir dənə dəyişən yaradır. Hələ ki, bunun içərisini görürsünüz, boş buraxıram. Keçirəm nəyə? Proqrama. Proqramda nə yazacağım? Proqramda baxın, bu n bərabərdir integer input yazmışdıq. Ədədlər neçə dənə olmalıdır. Bunu yazıram proqrama. Sonra istəyirəm ki, elə print funksiyasından funksiyadan alınan qiyməti çapa versin. Print funksiyasının içərisində belə bir yazı yazacağım. Hansı funksiyaya mən müraciət eləyirəmsə, yəni hansı defə, onun açar sözünü bura yazmalıyam. Belə deyər, Lorel dildə deyirəm, qısaca açar olaraq adlandıra bilərsiniz və ya körpü deyə bilərsiniz, bridge deyə bilərsiniz. Burada funksiyanın əsas işləmə mexanizmidir. Ədədlərin cəmi, buna bir unikal ad vermişik. Həmin bu ad var. Qısaca deyək, bu adı kopyalayırıq, print funksiyasının içərisində yazırıq. Sonra orada mütləq ki, bir mötərizə yazmalıyıq. İndi sən ədədlərin cəmi funksiyasına hansı dəyişəni ötürmək istəyirsən? Hansı dəyişəni ötürəcəm? N ədədini. Yəni ədədlərin sayını. N-i deyirəm, ötürürəm digər tərəfə. İndi uşaqlar, sizə bir dənə sadə misal deyəcəm, onun üzərində artıq sizə bir təsəvvür yaransın. Məsəl üçün mən
Hər hansısa bir qələm var məndə. Həmin qələmi kimə ötürə bilərəm? Yalnızca bir nəfərə ötürə bilərəm, düzdürmü? Mənim əlimdə bir qələm varsa, mən onu sadəcə bir nəfərə ötürə bilərəm, bir şəxsə. Əgər məndə 2 qələm varsa, mən onu 2 şəxsə də ötürə bilərəm. Düzdürmü uşaqlar? Baxın, qısa bir məntiq. 2 şəxsə də ötürə bilərəm. Əliyə də, Vəliyə də. 3 qələm varsa, Əliyə də, Vəliyə də, Hüseynə də həmin qələmləri ötürə bilərəm. Burada heç bir problem yoxdur. Alt proqramda da eyni məntiqdir. Əgər məndə neçə dənə dəyişən varsa, deməli funksiyada da mənə o qədər dəyişən qarşılamalıdır. Görürsüz, bir dənə n dəyişəni ötürürəm funksiyaya. Deməli orada bir dənə dəyişən olacaq. Məsəl üçün olsun say adlı dəyişən. Olsun say. Ürəyiniz nə istəyir adlandıra bilərsiniz. Artıq bu n-in qiyməti neçədirsə, n deyək ki 5 dənə ədəd verirəm də. 5 ədəd olsun. Sayın qiymətini ötürəcək 5. Aydındır? Say bərabərdir n olacaq. Və beləliklə bizim bayaq yazdığımız proqramı biz funksiyaya köçürə bilərik. Artıq deyəcəm cəm bərabərdir 0. Cəm foreign range 1-dən n plus 1-ə qədər bu formada etmənim üçün, yəni nə qədər olsun? N plus 1 yox artıq uşaqlar. N plus 1 yazmaq düzgün deyil. Neçədən olacaq sayı? Say olaraq. Çünki n-in qiyməti mən funksiyada saya ötürmüşəm axı. Düzdürmü? Saya ötürmüşəm deyə mən artıq burada say plus 1 yazmalıyam. Baxın belə. Artıq bizim alt proqramımız da hazırdır. İnşallah ki çox sürətli izah eləmirəm. Zaten buradakı video izahımız qızıl qaydalar hissəsi tam sıfırdan başlayanlar üçün nəzərdə tutmamışam. Müəyyən qədər anlayışınız var artıq. Yazırsınız, amma proqram qurmaqda probleminiz var. O ki dəfələrlə lazım gəlsə 2 dəfə, 3 dəfə bu videonu izləməkdə xeyri görəcəksiniz. Mütləq ki. Əsas açar məsələləri qeyd edirəm, yəni bu videoda. Baxın, deməli, biz ədədlərin cəmi n dəyişəni idi. N-i ötürdüm saya, yəni funksiyada mənə say adlı dəyişən qarşılayacaq. Əgər burada n-dən də a dəyişəni olsaydı, deyək ki, mən 2 dənə ədəd ötürmək istəyirəm. Onda məni say, məsəl üçün bir dənə də başqa bir dəyişən qarşılayardı. B və yaxud hasil. İndi sizin proqramınızın məqsədi nədirsə, toplayırmı, cəm edirmi, yoxsa vurmadır və yaxud nə edirsinizsə, bəlkə palindromu hesablayır, kökaltını hesablayır. Ona uyğun ad qoya bilərsiniz. Burada heç bir problem yoxdur əzizlərim. Artıq bizim proqramımız alt proqramla da hazırdır. Run edirik. N ədədlərin sayı 5 dənə ədəd verirəm. 1, 2, 3, 4 və 5. Ədədlərimiz oldu 15. Bəs burada niyə nan verdi? Gəlin bir dənə buna baxaq sürətlə. Nan olmasının səbəbinə. Deməli. Baxaq bir dənə. Cəm bərabərdir 0 demişik. Say demişik. Burada ədədlər cəmi foreign range 1-dən say plus 1-ə qədər. Cəm plus bərabərdir integer input. Print cəm demişəm uşaqlar. Ona görə bizə nam verir. Biz burada alt proqramda isə alt proqramda bizə bir return də lazımdır. Təbii ki bu formada bizim yazılışımız səhv deyildir. Siz bilirsiniz. Amma yaxşı olar ki bura return də yazaq. Return yazaq. Nəticədə return nə olur? Return funksiyada olan qiyməti proqrama qaytarır. Yəni sonda cəm neçə almışsınızsa 15-i qaytaracaq hara proqrama. Hansı hissəsinə qaytaracaq? Proqramın harasından siz n-i ötürmüşdünüz saya? Baxın burada, printin içərisində. Deməli, həmin 15 qiymətində bura ötürəcək. Yəni artıq print 15 olaraq ekranda çapa verəcək. 5, 1, 2, 3, 4, 5. Və cavab neçə alındı? 15. Əgər birbaşa printlə belə halda verəndə nan da alma ehtimalı olur. Təbii ki, bu da proqramdan. Demək olar ki, uşaqlar 3 yolla biz öyrəndik adi bir istifadəçidən n ədəd alınır, bu ədədlərin cəmini tutan proqramı. İndi uşaqlar bir dənə də yolla yaza bilərik, hətta siyahılardan istifadə edə bilərik. Neçə dənə ədəd vermişsə, onu siyahıya əlavə edək, sonra siyahını cəmləyək. Belə də yaza bilərik. Siyahı ilə. Siyahı ilə yazmaq üçün bizə nə lazımdır? Birinci növbədə ədədlərin sayı. Neçə dənə ədəd ötürəcəm? Yazdım. Sonra mənə bir dənə siyahı lazımdır.
siyahımız olsun boş. Ədədlər adlı boş bir siyahı qoyuruq. Yadınıza saxlayın, boş siyahı bu formada qoyulur. Dəyişən qoyuruq. Məsələn üçün ədədlər və ya AB, sonra isə boş modul mötərizə yazılmalıdır. Sonra foreign range-dən deməli biz neçə ədəd verməliyik? Onların bizə sayı lazımdır təbii ki. Foreign range. İndi burada say deməyəcəm uşaqlar. Say istifadə olunmayıb. N var. N-dən istifadə edəcəm. N plus 1. N plus 1 sayda ədədimiz olacaq. Sonra həmin ədədləri uşaqlar nə etmək lazımdır? Əlavə etmək lazımdır. Ədədlər adlı siyahıya. Ədədlər adlı siyahıya əlavə edəcəm deyə. Siyahının özü yazılır. Sonra append siyahının sonuna element əlavə et. Hansı elementi əlavə et? Integer input. Yəni sən terminalda nə yazsan, 5 yazsan 5-ə əlavə edəcək. 10 yazsan 10-a əlavə edəcək. Sonra ədədlər siyahısı nə vaxt bitəcək? Eyni sayda ədədi daxil edəndən sonra. Ən sonda dövrdən çıxdıq, dövr bitdi. Print siyahını cəmləmək üçün sum komandası var. Ədədlər. Ədədlər siyahısının içərisində nə qədər ədədimiz varsa, onların cəmi tapılır. Digər proqramımızı silək. Buna ehtiyac yoxdur artıq. Buradakı proqramımızın üzərindən run edək. Görək bizə nə verəcək. 5 dənə ədəd deyirəm. Birinci ədəd 1, sonra 2, 3, 4, 5. Və qaymətimiz oldu 10. Hazırdır. Bu formada biz 4 üsulla sadə n dənə ədədin cəmini hesablayan proqram yaza bilərik. Baxın, sizə situasiya misallarında, qəbul imtahanında qarşınıza çıxanda hər formada onu proqramı qura bilərsiniz. Sadəcə olaraq proqramın gedişatına fikir verin. Nələrdən istifadə edə bilərik? Hansı üsul daha alternativdir, daha yaxşıdır, effektivdir? Bunları mütləq qısa zamanda, təbii ki, orada siz imtahanda vaxtla da yarışırsınız. Qısa zamanda düşünüb yazmalısınız. İnşallah yaxşı olar. Sadəcə üzərinizdə durmadan işləyin proqramları. Ümumiyyətlə Python'dır, blok sxemlərin qurulmasıdır, algoritm bölməsidir, qısa desək, algoritm və Python bölmələri. Onlar üzərində durmadan işləməlisiniz və praktika etməlisiniz. Sadəcə nəzəriyyə kifayət eləmir təbii ki. Bu arada yenə qeyd etdiyim kimi onlayn dərslərə də qoşulmaq üçün 055 821 0974 WhatsApp nömrəmə yaza bilərsiniz. Dərslərimiz həftə 2 dəfə 90 dəqiqə olmaqla Google Meet-də təşkil olunur. Daha ətraflı WhatsApp-da yazsaz sizə məlumat verərəm. Orada da dərslərimiz yüksək səviyyədədir və hazırda da dərs keçdiyim qruplar var. Oldu uşaqlar, inşallah yeni qızıl qaydalar haqqında videomuz olduqda yükləyəcəm kanala. Abunə olaraq bildirişləri açın və yeni videolar gələndə anında xəbərdar olasınız. Sağ olun, özünüzə yaxşı baxın, hər birinizə uğurlar.